Bu dəfə dəm qazı hadisəsi şimal bölgəsində yaşanıb. Qusarda dəm qazından zəhərlənən bir ailənin 4 üzvünü xilas etmək mümkün olsa da, Qubada zəhərlənən şəxsin həyatını xilas etmək mümkün olmayıb. 41 yaşlı müəllim həmkarları tərəfindən göz yaşları ilə son mənzilə yola salınıb. Hadisə həyətdə hamamda olub. Hamamda uqardan qazdan olub deyirlər. Hadisə Quba rayonunun Dağlı kəndində baş verib. Mərhumun doğmaları bildirib ki, gecə saatlarında hamam otağında olan Vüqar Atayev dəm qazından zəhərlənib. Onun həyatını isə xilas etmək mümkün olmayıb. Minutka, o qarmoşka hissəsi açıq olub. Oradan içəri hopub, elə ani bir baş verən hadisədir. Minutka çıxandan sonra belə hadisələr, faciəvi hadisələr çox təkrarlanır. Daha bir dəm qazından zəhərlənmə hadisəsi isə Qusarda qeydə alınıb. Ev sahibi Faiz Sadiqov, onun həyat yoldaşı Zalina Sadikova və 2 azyaşlı övladları Qusar rayon mərkəzi xəstəxanasına müraciət ediblər. Onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri müayinələrdən sonra lazımi tibbi yardım göstərilib. Tibbi yardımdan sonra vəziyyətləri qənaətbəxş qiymətləndirən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, Qusarda baş verən hadisədə bir ailənin 4 üzvü zəhərlənib. Qubadakı hadisədə isə ölən 41 yaşlı Vüqar Atayev Dağlı kənd tam orta məktəbində və bir sıra təhsil müəssisələrində bədən tərbiyəsi fənnini uzun illər idi ki, tədris edirdi. Eyni zamanda o Azərbaycan Atletika Federasiyasının Quba regionu üzrə məşqçisi və Quba İstirahət, İdman, Təlim və Tədris kompleksinin atletika üzrə məşqçi müəllimi kimi fəaliyyət göstərirdi. Baş verən faktla bağlı araşdırmalar davam etdirilir. Emin Vaqifoğlu, Diana Cəlali, Spice Xəbər, Quba, Qusar.